Yaşayan insanlardan soruşsaz, panik atak, onlar həmişə deyir ki, panik atak axşam gəlir. Hə, adətən belə vaxtlar Hamı bizdə deyir ki, axşam uşaqlarda da gəlir. var. Yəni hamı deyir axşam gəlir. Axşam gəlməyinin səbəbi gündəlik səhərdən axşama kimi yaşadığı gərginlikdir. Stressdir, gərginlikdir. Axşam o bədən deməli, bu panik yaşayanda o enerji bədənə yığılır. Bədəndən çıxardanda o onu panik şəklində bədəndən çıxardır. Panik yaşayanda yox. Elə bir necə deyim? Yəni ki, səhərdən axşama kimi insanın yaşadığı həyat, gərginliyi, stresi, enerjisi bədənə toparlanır. Amma insan panik atak xəstəsidir, düzdür? Bəli. Axşam olanda panik bunda yaranır və panik atak şəklində bədəndən həmin gərginlik çıxartmalıdır o. Və o panik atakı da ona görə yaşayır. Amma bunu yaşamamaqdan ötürü, məsələn, mən həmin pasiyentlərə nəfəslər başa salıram. Gün ərzində səhər tezdən durdum, bu nəfəsi yerinə yetir.